Türkiye Prezidenti Recep Tayyip Erdoğan'ın varisi oğlu Bilal Kürekeni Selçuk Bayraktar, Xarici İşlər Naziri Hakan Fidan və ya keçmiş Daxili İşlər Naziri Süleyman Soylu ola bilər. Bu barədə Britaniyanın Economist jurnalı məlumat yayıb. Nəşrə müsahibə verən ekspertlər qeyd ediblər ki, Fidanın Türkiyə liderinin varisi olmaq üçün şansı yüksəkdir. Türkiyə Xarici İşlər Nazirliyinə gəlməzdən əvvəl Fidan 10 ildən çox ölkənin kəşfiyyat xidmətinə rəhbərlik edib. 44 yaşlı Bilal'ın şansı isə daha az dəyərləndirilir. Qeyd edək ki, Erdoğan'ın 71 yaşı var. Türkiyə qanunlarına görə o 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində namizədliyini irəli sürə bilməyəcək. Türkiyə lideri dəfələrlə bildirib ki, bu onun prezident kimi sonuncu müddətidir.